Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitləri. Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat texniki tədbirləri davam etdirilir. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı qeyd edilən qanuna zidd fəaliyyətlə məşğul olan daha 8 nəfər Dilgəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur Məmmədzadə, Atabala Qarayev, Elçin İskəndərov, Fərid Qədirov və Coşqun Cəfərli saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsasən Telegram sosial şəbəkəsində ölkə xaricindən idarə olunan qanunsuz onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər kibercinayətlərdə istifadə edildiyi aşkarlanıb. Faktlarla bağlı baş idarədə araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-illegal məqsədlər üçün istifadə edildiyini müəyyən etmişsinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur. Hüsniyyə Salmanova, Bugün TV.